Ermənistanda şübhəsiz, ölkəmizdə baş verən hadisələri diqqətlə izləyirlər. Xüsusi diqqət Prezident İlham Əliyevin çıxışlarına yönəlib. Biz bunun dəfələrlə şahidi olmuşuq. Ermənistan rəhbərliyinin yüksək vəzifəli şəxsləri Azərbaycan liderinin müxtəlif tezislərinə münasibət bildiriblər. Bu dəfə də həmin şərhlərdən yan ötülmədi. Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda Prezident İlham Əliyevin çıxışı Ermənistanda, o cümlədən Ermənistanın baş naziri Nikol Paşinyanda, Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanda və onun müavini Ruben Rubinyanda ciddi rezonans doğurdu. Azərbaycan Prezidenti İlham Əliyevin aşağıdakı sözləri Ermənistan tərəfini narahat edib. Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq. Təkcə 20-ci əsrin əvvəllərində Çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir ki, hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. O xəritələrdə Sevan Gölü adlı göl yoxdur, o xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb. O xəritələri biz tərtib eləməmişik ki, kimsə desin ki, biz burada saxtakarlıq edirik. Bunu Çar Rusiyası eləyib. Həmən o Çar Rusiyası ki, vaxtı ilə erməniləri İrandan və Şərqi Anadoludan gətirərək bizim Qarabağ torpağında yerləşdirib ki, burada etnik və dini tərkib dəyişsin. Yəni, bu xəritələr tamamilə tarixi həqiqətə əsaslanan xəritələrdir. Başlayaq Nikol Paşinyandan, hansı ki, jurnalistin Çar Rusiyasının xəritələri və Prezident Əliyevin sözləri ilə bağlı sualını eşidəndə çaşqınlıq nümayiş etdirdi. Prezident İlham Əliyevin 20-ci əsrin əvvəlinə aid Çar xəritələrində Sevan adının olmadığını, əvəzində Göyçə göstərildiyini bildirməsi ilə bağlı suala Paşinyan birbaşa cavab verməkdən yayındı. Məni çətin vəziyyətə salırsınız. Əgər mən bunu səsləndirsəm, sizin sualınıza cavab vermək əvəzinə Əliyevin dediklərini şərh etməli olacağam, deyə o bildirib. Eyni zamanda Paşinyan tarixi toponimlərə əsaslanan siyasi argumentlərin təhlükəli nəticələri barədə danışıb və əlavə edib ki, Azərbaycan prezidenti deməyib ki, Sevan gölünün adı Göyçədir. O deyib ki, Çar xəritələrində Sevan yoxdur, başqa ad var. Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan isə Prezident İlham Əliyevin çıxışını şərh edərkən, bildirib ki, əgər tarixə dərindən getsək məlum olacaq ki, Azərbaycanlılar güya Altaydan gəliblər. Ruben Rubinyan isə deyib ki, əgər kifayət qədər uzağa getsək, müəyyən mərhələdə köhnə xəritələrdə Sevan adını görməyəcəyik. Onun əvəzinə Gegam və ya Gegarkunik dənizi qeyd olunacaq. Və biz orada Azərbaycanı görməyəcəyik. Bu bəyanatlar güclü dejavu hissi yaradır. Qeyd edək ki, Simonyan bir il əvvəl də eyni fikri səsləndirmişdi. Və mahiyyət etibarilə uzun illər Ermənistanın dövlət ideologiyasına çevrilmiş, erməni xüsusiliyi konsepsiyasının müdafiəçiləri tərəfindən formalaşdırılmış, klişələşmiş narrativlər toplusuna əsaslanır. Bu narrativlərə görə güya Azərbaycanlılar Altaydan gəlib, ermənilər isə Qafqazın aborigenləridir. Güya Azərbaycan tarixdə mövcud olmayıb və yalnız 1918-ci ildə yaranıb. Bu diskurs vaxtı ilə Ermənistanın 3 keçmiş prezidenti tərəfindən davam etdirilib. Onlardan biri hətta ermənilərlə Azərbaycanlılar arasında genetik uyğunsuzluq olduğunu belə iddia edirdi. Terpetrosyan, Koçaryan və Sarkisyan dövründə Ermənistanda dövlət səviyyəsində türkofobiya, etnik və irqi ayrı seçkilik siyasəti həyata keçirilirdi. Əgər əvvəlki liderlərlə bağlı hər şey kifayət qədər aydındırsa, indiki hakim elitanın eyni narrativləri səsləndirməsi onların real sülhə nə qədər maraqlı olduqları barədə suallar yaradır. Simonyan və Rubinyanın bəyanatları faktiki olaraq Azərbaycanofobiya, etnik və irqi dözümsüzlük siyasətinin tərkibi hissəsidir. Göyçə gölünün tarixi adının vurğulanması Ermənistana ərazi iddiası mənasına gəlmir. Vətəndaş cəmiyyəti institutları tərəfindən irəli sürülən Qərbi Azərbaycana qayıdış konsepsiyası qayıdış hüququ prinsipinə əsaslanır. Üstəlik, Prezident Əliyev açıq şəkildə bildirib ki, Azərbaycanlıların indiki Ermənistan ərazisində qayıtması nə erməni xalqını, nə də Ermənistan dövlətini qorxutmamalıdır. Lakin İrəvan yenə də inciməyi üstün tutdu. Əslində buna əlavə ediləcək bir şey yoxdur. Sadəcə demək olar ki, bu kimi açıqlamalar mövcud iki tərəfli münasibətlər məntiqindən irəli gəlmir, deyə Simonyan bildirib. Rubinyan isə əlavə edib ki, ümumiyyətlə keçmişə qayıtmağın mənası yoxdur, biz irəli getməliyik. 8 avqust bəyanatının mahiyyəti də bundadır. Lakin irəli getmək
O demək deyil ki, yüz minlərlə doğma yurdlarından qovulmuş Azərbaycanlıların hüquqları diqqətdən kənarda qalsın. Cəmiyyətimizdə haqlı olaraq belə narahatçılıq mövcuddur ki, Ermənistanda yenidən Miatsum tərəfdarları hakimiyyətə gələ və revanş cəhdinə başvura bilərlər. Minimum edəcəyimiz iş bu riski unutmamaqdır. Deməli, biz də Zəngəzuru, Göyçə mahalını və digər əraziləri də xatırlamalıyıq. Onları Azərbaycana birləşdiriləcək torpaq kimi yox, tarixi fakt kimi. Əsrlər boyu Azərbaycanlıların yaşadığı və qayıtmalı olduqları torpaq kimi xatırlamalıyıq. Biz bunu ona görə xatırlamalıyıq ki, bir daha müharibə olmasın.